Salam izləyicilər. Bu videoda Güvən Nəşriyyatın keçən il keçirdiyi sınaqlardan 5-cisinə aid sualların izahını verəcəm. Video 11-ci sinif 1 və 4-cü qrupu əhatə edir, amma imtahanda iştirak edəcəklər, yəni həm 9, 10, həm də 11-ci siniflər mütləq şəkildə izləsinlər. Xatırladım ki, bu bazar deməli Güvən Nəşriyyatın növbəti sınağı var, blok sınağıdır. İştirak edənlərə uğurlar arzu edirəm. Kimlər iştirak etməyəcəksə, izahımı paylaşacağım. Və bu sınağı da mənimlə paralel şəkildə yazaraq, yəni bir sınaq yazmış olarsınız. Ona görə də hal-hazırda yazanlara uğurlar arzu edirəm. Videonun açıqlamasında sınaq qrupu haqqında məlumat paylaşacağım, amma hal-hazırdakı sınaq qrupu deməli ikinci hissədədir. Bunu nəzərə alın. Yəni qoşulsaz oradan davam edəsiniz. Başlayaq suallarla. Düzxətli bərabər təzələr çəkən cismin sürətinin proyeksiyasının zamanlı qrafiki verilmişdir. Başlanğıc koordinatı 20 olan bu cisim 5-ci saniyənin sonunda koordinatını hesablayın. Başlanğıc koordinatı x0 olaraq götürdüm. x0 bərabərdir 20-dir. Və x-i tapanda x bərabərdir x0 üstəgəl s-dir. Yəni yer dəyişmədir. V-nin T'dən asılı qrafikində yer dəyişməni tapanda fiqur sayəsindən gedirik. Zamana vurma varsa, ümumiyyətcə hasil varsa orada fiqur sayəsi gedir, əgər dəyişən qiymət olarsa. Məsələn, burada baxıram. Bir bu aşağıdakı fiqurun sayısını tapıram. Mənfi 8 vurulsun 2 bölünsün 2. Bu oldu mənfi 8 metr. X oxunun əkisinin olduğuna görə mənfi oldu. Yuxarıdakı üçbucağın sayısını tapanda bu qırmızı rənglədim. Bu isə 5-dən 2 çıxdım 3. 3 vur 12. 3 vur 12 bölünsün 2-dir. Bu da verdi deməli 18. Yəni yer dəyişməsini tapanda yer dəyişməsi mənfi 8 üstəgəl 18-dir, 10 metrdir. Yer dəyişmə 10 olduğuna görə x0-ın yerinə 20, yer dəyişmənin də yerinə 10 qoyanda cavab olur 30. 5-ci saniyənin sonunda 30 nöqtəsində olar. Yer dəyişməsi 10 metrdir. Əgər getdiyi yolu desəydi, mənfi nəzərə almazdıq. 18 ilə 8-i toplayardım. 18 üstəgəl 8, bu da verərdi deməli 26 metr. Yol desəydim. Və yaxud bu qrafiki verib, bizə bu V qrafikini verib. Bizə desə ki, məsələn, qüvvənin zamanla asılılıq qrafikini çək. Məsələn, buraya yazıram fx-in zamanla asılığı. Baxın, əgər sürət qrafiki yuxarı gedirsə, buradakı kimi, hərəkətin hansı formada olmağından asılı olmayaraq, yəni fərq, məsələn, buna diqqət edirsiniz, sürət qrafiki yuxarı gedir. Hərəkət hansı formada olur olsun, yeyinləşən olsun, yavaşlayan olsun, fərqi yoxdur. Qrafik yuxarı gedirsə, deməli qüvvə müsbətdir. Həmçinin təcilin də x oxu üzrə proyeksiyası müsbətdir. Bütün hərəkət müddətində 2-də də 5-də də belədir. Amma istiqamət neçə dəfə dəyişib desəydi, sürət qrafiki zaman oxun bir dəfə kəsdiyinə görə istiqamət də bir dəfə dəyişmiş sayılır. Öncə x oxunun əksinə yavaşlayır, sonra x oxu istiqamətində yeyinləşir. Sx-in, məsələn, t-dən asılılığın çəkəsi olsaq, belə bir qrafik çəkərdik. Sadəcə bunu buradan keçirim yuxarı, yəni bu tərəf olan hissəsi biraz çoxdur. 2 saniyə yavaşlayıb, sonraki 5-ə qədər, yəni 3 saniyə yeyinləşib. 32. Dördüncü periodu 8 saniyə olan cisim verilmiş radius çevrəyə üzrə saat əqrəbinin hərəkətinin əksi istiqamətində, yəni bu istiqamətdə fırlanır. K nöqtəsini keçdikdən sonra 18-ci saniyənin sonunda cismin sürət vektoru istiqaməti müəyyən edilir. Birinci bunu nəzərə saxlayın ki, sürət çevrəyə toxunan istiqamətdə, təcil isə mərkəzə yönəlir. Sürətdən başqa impulsda toxunan istiqamətdə yönəlir. Həm də əlavə məlumat da verəcəm. Bilirsiniz, bu tip sınaqlarda məqsəd imtahana hazırlaşmaqdır. Ona görə nələr düşə bilər, onu da bildirəcəm. Deməli, öncə bizə periodu verib 8 saniyə. 18 saniyədə dövrlərin sayını tapsaq, n bərabərdir kiçikdir bölünsün böyükdir. 18 bölünsün 8. Bu verir 2 tam 8-də 2, yəni 2 tam 4-də 1. Tam hissəni atıram, çünki K-dan başlayıb 2 dəfə başladığı yerə qayıdıb 4-də 1-də də gəlir çatır bu nöqtəyə. Bura çatdığına görə sürət olur sağ tərəfə. Məsələn, burada sürəti yox, impulsunda istiqamətini istəsəydi, bu da sağa yönələrdi. Amma təcilə baxsaq, təcil və qüvvə isə çevrənin mərkəzinə doğru yönəlir. Yəni A və F mərkəzə doğrudur. Və yenə bir şey xatırladım sizə, bu çox önəmli hissədir. Çevrə üzrə bərabər sürətli hərəkətdə təcilin də, qüvvənin də, impulsun da, sürətin də yalnız ədədi qiyməti sabitdir. İstiqaməti isə hər an dəyişir. Çünki onlar vektorial kəmiyyətlərdir. Vektorial kəmiyyətin sabit olması üçün həm qiymət, həm də istiqaməti sabit olmalıdır.
33. Düz xətlə hərəkət edən cismə əks istiqamətdə tətbiq olmuş iki qüvvənin əvəzləyicisi 3 newtondur. F2 15 newton olarsa F1 qüvvəsinin qiymətini hesablayın, sürtünmə nəzərə alınmır. Newton ikinci qanuna görə təcil əvəzləyici qüvvə ilə düz mütənasib olub əvəzləyici qüvvə istiqamətində yönəlir. Yəni təcilin sola yönəlməyi F2 böyükdür F1 deməkdir. Çünki əvəzləyici F2 tərəfə qalıb. Onda buradan əvəzləyici qüvvə 3 newtonsa yazıram F2 çıxılsın F1 bərabərdir 3-ə. Buradan F1 bərabərdir F2 çıxılsın 3. F2-nin yerinə 15. F1 burada 3-ü çıxanda cavab qalır 12 newton. Yenə qeyd edirəm. Əvəzləyici qüvvə hər zaman, ya təcil daha doğrusu hər zaman əvəzləyici qüvvə istiqamətə yönəlir. Çünki Newtonun ikinci qanun düsturu A bərabərdir F əvəzləyici bölünsün M-dir. Bu düstur belə ifadə olunur. Təcil əvəzləyici qüvvə ilə düz, kütlə ilə tərs mütənasib olub əvəzləyici qüvvə istiqamətində yönəlir. Məsələn, bu cisim necə hərəkət edir? Yavaşlayan. Niyə yavaşlayır? Çünki təcil sürətin əksinədir, ya da əvəzləyici qüvvə sürətin əksinədir. 34. Ayın səthindən 60 metr hündürlükdə sərbəst düşən cisim 5-ci saniyənin sonunda ay səthinin hündürlüyünü hesablayın. Ay səthinin hündürlüyünü kiçik h-la yazacağım. Kiçik h bərabərdir böyük h çıxılsın. JT kvadratı bölünsün 2. Çünki sərbəst düşəndə yeyinləşən şeydir. 60 çıxılsın. J-nin yerinə 1,6, 1,6 vurulsun 25 bölünsün 2-dir. Bu da bərabərdir. 60 çıxılsın 0,8 vurulsun 25-ə. Burada deməli verir 20. 0,8-i 25-ə vuranda 20 verir. 60-dan da 20 çıxırıq. Cavab qalır 40 metr. Deməlidir. 35. Elastik deformasiya halında yayın uclarına təsir edən qüvvənin qiymətini 2 dəfə artırdıqda onun mütləq uzanması və sərtliyi necə dəyişər? Mütləq uzanmanı tapanda delta L bərabərdir F bölünsün K-dır. Yəni F-dən düz asılıdır. Bunu hətta MC böl K ilə də yaza bilərəm. Qüvvənin qiymətini 2 dəfə artıranda 2 dəfə artar. Bu azalar, azalar, dəyişməz məsələsini atdıq. K-nın isə öz düsturu var. K bərabərdir SC bölünsün L0. Yəni F-dən və delta L-dən asılı deyil. Ona görə 2 dəfə artar və dəyişməz Y variantıdır. 36. Tarazlıqda olan çəkisiz link qüvvədə 3 dəfə qazanc verir, dayağın reaksiya qüvvəsini hesablayın. Deməli, qüvvədə 3 dəfə qazanc verirsə, deməli, əgər buranın qoluna, bura daha doğrusu, bu kiçik qola x desəm, buranın qolu olacaq 3x. Və burada çəkisiz link olduğuna görə MJ-ni nəzərə almıram, sadəcə belə yazacağım. 6 vurulsun 3x bərabərdir F2 vurulsun x-ə. X-ləri buradan aparıram, F2 bərabərdir 18. Yəni, qol kiçik olan yerdə qüvvə 3 dəfə böyükdür. Çünki qüvvə ilə qol tərs mütənasibdir. Və burada link tarazlıqda olduğuna görə aşağı olan qüvvələr yuxarı olan qüvvələrə bərabərdir. Ona görə n bərabərdir F1 üstəgəl F2-yə gətirib yerinə qoysam, n bərabərdir F1-in yerinə 6, F2-nin yerinə 18. 6 ilə 18-i topladıq, 24 newton. Tarazlıqda aşağı çəkən qüvvələr yuxarı çəkən qüvvələrə bərabər olur. 37. Düzxətli bərabər təcil hərəkət edən 5 kiloqram kütləli cismin koordinatın zamanlaması qraf verilmişdir. 8 saniyədən sonra bu cismin impulsunun modulunu hesablayın. Deməli, cismin hərəkətinə diqqət eləsək, cisim 5-ci saniyədə dayanıb, sonra isə təzədən yeyinləşib. Neçə saniyə yeyinləşib? Deməli, baxıram ki, 8-ci saniyədə gəlib 32-yə. Və bunun yer dəyişməsini tapanda Sx bərabərdir 50 çıxılsın 32, bu bərabərdir 18 metr. 18 metr yer dəyişməyə nə qədər vaxt sərf eləyib? Zamanı tapanda t bərabərdir 8 çıxılsın 5, o da 3 saniyə. Və burada s bərabərdir. Əslində bunu v kvadratı, daha doğrusu vt bölü 2 ilə də gedib v-ni tapa bilərəm. Çünki impuls mv'dir. Buradan yazıram sx bərabərdir. Bərabər təcil hərəkət olduğuna görə vt bölü 2. Yəni burada elə bil başlanğıc sürəti 0 götürdüm. Bundan sonraki hissəyə baxıram. Vt bölü 2-dən v-ni tapsam v bərabərdir 2s bölünsün t-yə. Yəni 2 vurulsun 18 bölü 3. 36, 36-nı 3-ə böləndə oldu 12. 12 bunun sürətidir. Kütlə 5 kiloqramdırsa, P bərabərdir mv, yəni 12 vurulsun 5, cavab oldu 60. C bəndidir. Və yaxud bunu yazmağın başqa bir düsturu, başqa bir üsulu da var. S bərabərdir AT kvadrat bölü 2 ilə gedərdik. Buradan A-nı tapanda A bərabərdir 2S bölünsün T kvadratı.
Yəni 2 vurulsun S-in yerinə 18, T 3-dür, kvadratı 9, təcil oldu 4. Təcil 4-dürsə V bərabərdir AT ilə 4 vurulsun 3, 12, sürəti 12 tapandan sonra 5-ə vurub yenə impulsu tapa bilərdik. 38. Verilmiş cisim malum müstəvi boyunca B nöqtəsindən C nöqtəsinə hərəkət edir. Ağırlıq qüvvəsinin bu cisim üzərində gördüyü iş 60 J olarsa onun kütləsini hesablayın. Ağırlıq qüvvəsi konservativ qüvvədir və onun gördüyü iş yalnız başlanğıc və son arası məsafədə, yəni h-dan asılıdır. Ona görə yazırıq mgh bərabərdir 60-a. Buradan m-i tapanda 60 bölünsün jh. Yəni 60 bölünsün 3 vurulsun 10. Cavab olur 2 kiloqram. Yəni ağırlıq qüvvəsi konservativ qüvvə olduğuna görə onun gördüyü iş yalnız başlanğıc və son arası məsafədən asılıdır. Hətta düstur belə idi, mg h1 çıxılsın h2-dir ağırlığın gördüyü iş. Burada 3 çıxaq 0 kimi götürdük. 39. Harmonik rəqs edən cismin koordinatın zamanlaslıq qrafiki verilmişdir. Rəqs amplitudu və rəqsin periodunu hesablayın. Deməli, burada rəqs amplituduna baxsam, rəqsin amplitudu 10-dur. Rəqsin periodu isə bir tam rəqsə sərf olunan zamandır, yəni 4 saniyədir. 10 və 4. Məsələn, bunun hərəkət tənliyi yazası olsaq, baxıram mənfi və kosinusdan başlayıb x bərabərdir, x max kosinus omega t'dir. Ona görə yazacağım x bərabərdir, mənfi 10 santimetrdir. Metrə çevirmədim, yoxsa bunu 0,1 yazardıq. Kosinus əgər period 4-dürsə, omega bərabərdir 2 pi bölü t'yə görə. Deməli, pi bölünsün 2, yəni 0,5 pi t. Hərəkət tənliyi belədir. Məsələn, bu qrafiki verib bizdən potensial enerjinin zamandan asılılığını istəsə, x maxdan gəldiyinə görə potensial enerjidən maxdan başlayır. Kinetikin qrafikini istəsə, x maxdan gəldiyinə görə kinetik sıfırdan başlayır. Bir xatırlatma da eləyim. Mənim birinci hissə ümumiləşmə videom var və bu imtahanda termodinamikaya qədər düşəcək. Ona görə sınağa getmədən həmin o ümumiləşməni də izləməyiniz sizin üçün çox önəmlidir. Həmçinin bunu deməli burada link kimi də paylaşacağam. Həmçinin də deməli kanalın topluluq hissəsində də paylaşacağam həmin o videonun linkini. Yəni təkrar üçün çox əladır. Birinci hissəni tamamən birinci hissəni bir videodan təkrar edə bilərsiniz. 40-cı sual. Havada yayılan səsin dalğa tezliyi, dalğa uzunluğundan asılı qrafiki hansıdır? Çox önəmli sualdır. Burada önəmli olan tərəf odur ki, havada yayılan məsələsi odur ki, sürəti sabitdir. Sürət sabitdir. V bərabərdir lambda nü düsturundan. Nü tapanda nü bərabərdir. V bölünsün lambdadır. Yəni havada yayılan yenə qeyd edirəm. Mühit dəyişmədiyinə görə sürət sabitdir. Sürət sabitdirsə nü, yəni tezlik lambdadan, dalğa uzunluğundan tərs asılıdır. 41. Kütləsi 12 kiloqram olan bərk cismin 4də 3 hissəsi suya bataraq üzür. Bu cismə təsir arximetrik qüvvəsinin modulunu hesablayın. Üzür gördüksə, üzür söhbəti varsa, hansı hissəsi batır batsın, F arximet bərabərdir mg'dir. Yəni 12 kiloqram vurulsun 10, cavab 120 newtondur. Mayedəki çəkisi 0-dır. Və üzdüyünə görə. Sonra belə bir sual var. Deməli, sıxlığı ρ1 və ρ2 olan bir-birinə qarışmayan mayelər tökülmüş qabda sıxlığı ρ olan cisim şəkildə göstərildiyi vəziyyət tarazlıqdadır. Mayələrin və cismin sıxlıqları hansı münasibət doğrudur? Birincisi, aşağıda olan mayenin sıxlığı daha çoxdur. Yəni, ρ2 mütləq böyükdür ρ1-dən. Hələ ρ-nu ora əlavə eləməmişəm. ρ2 böyükdür ρ1-dən. ρ2-nin kiçik olduğu cavabı atıram. Məsələn, ρ1 böyük götürülür burada. İndi bu cismə, ρ cisminə baxıram, ikisinin arasında qalıb. Yəni, nə ρ1-in daxilində deyil ki, ρ1-ə bərabər götürüm. Nə ρ2-nin daxilində deyil ki, ρ2-yə bərabər götürüm. Ona görə bu bərabər hissələrini buradan atdıq. Elə ρ1 kiçikdir ρ-dan, o da kiçikdir ρ2-dən. Deməli, əslinə qalsa, ρ1-də batmağı istəyir. Elə bil ki, birin sıxlığı, məsələn, 800-dür. Bu 900-dür. Aşağıdakı da 1000-dir. Rho cismi əslində ρ1-də batar. Cisim ρ1-də batmaq istəyir, amma aşağıdakı maye onu batmağa imkan vermir. Bir də belə sualda, yəni iki mayenin sərhədində üzən bir cisim veribsə, burada 3 dənə qüvvəni tarazlaşdıracağın hansı qüvvələrdir? Cismə təsir edən arximet qüvvələri ilə bunu belə yazacağın
F Arximed 1, yəni birinci mayenin Arximedi, üstəcə F Arximed 2, ikinci mayenin Arximedi bərabərdir mj-yə. Aşağı çəkən ağırlıqla yuxarı çəkən Arximedlərin cəmi bərabər olmalıdır. 43. Kiloqram bölək metr vuraq saniyə kvadratı hansı fizik cəmiyyətin vahidinə uyğundur? Əslində bu təzyiqin vahididir. Bu hardan alınır? Deməli, təzyiqin vahidi bir paskaldır. Paskalın astışı Newton bölünsün metrin kvadratıdır. Newtonun yerinə kiloqram vurulsun metr bölünsün saniyə kvadratı. Burada da metr kvadratını saxlasam, metrlərdən biri gedir və qalır oradakı ifadə. Məsələn, mexaniki işin vahidi jouldur. Joulun asılışı Newton vurulsun metrdir. Bu kiloqram metr kvadrat böl saniyə kvadrat. Yəni metr yuxarıda olar, aşağıda olmaz. Qüvvənin vahidi Newtondur. Newtonun asılışını bilirsiniz. Kiloqram metr bölək saniyə kvadratıdır. Burada metr aşağıdadır. Gücün vahidi wattdır. Watt da joule bölünsün saniyədir. Yəni metr yenə yuxarıdadır. Sərtliyin vahidi Newton bölək metrdir. O da qalır kiloqram bölək saniyə kvadratı. Amma bu təzyiqdir. 44. Açıq su hövzəsində müəyyən dərinlikdə tam təzyiq suyun dərinliyindən asılı qrafik hansıdır? Tam təzyiqin düsturunu yazanda P tam bərabərdir P atmosfer üstəgəl rho J H-dır. Yəni suyun səthində təzyiq atmosfer təzyiqinə bərabərdir. Ona görə də bir nöqtədən başlayır artır. 35. 3 PV bölünsün V kvadrat hansı fizik cəmiyyətə təyin olunur? Əslində burada P-nin yerinə düstur da qoysam ala bilərəm bunu və yaxud da ki, deməli, bir neçə üsulla bunu həll edəcəm. Bir, orta kvadratikin öz düsturuna gedirik. Bu, kök altda 3PV bölünsün M-dir. Hər tərəf kvadrata yüksəltsəm, buradan M-i tapanda M bərabərdir 3PV bölünsün V kvadratıdır. Yəni, qazın kütləsidir. Biri budur. Başqa bir üsul, MK-nin əsas tənliyin bilirsiniz ki, P bərabərdir 3də 1 M0 N V kvadratıdır. Ya da rho V kvadratıdır. Fərq yoxdur. Belə M0-nin yerinə rho qoyanda bu düsturu belə yaza bilərik. 3də 1 rho V kvadratı. Gətirək əvəzləyək. Deməli, 3 PV bölünsün V kvadratıdır. 3-ü yerində saxladım. Bura yazıram P-nin yerinə 3də 1 rho V kvadratı vurulsun V. Aşağıda da V kvadratı. Deməli, burada 3də 1 ilə 3 getdi. V kvadratları ixtisar gedir. Rho V qalır. Rho V də nəyi verir bizə? Kütləni. Yəni sıxlıq vurulsun həcm kütləni verir. 46. Sferik qablarda eyni növ ideal qaz var. Kakranı asdıqdan sonra qablardakı qərarlaşmış təzyiqi hesablayın. Deməli, burada kürənin həcm düsturu ilə gedəcəyim. Burada kürənin ya da sferanın həcmi deyə bilərik. V bərabərdir 3də 4 pi r kubudur. Yəni, həcm radiusdan kubik asılıdır. Əgər birincinin həcminə V desəm, ikincinin həcmi olacaq 8V. Radius 2 dəfə çox olduğuna görə 2-nin kubu, yəni 8 dəfə çoxdur. İndi qərarlaşmış təzyiqin düsturunu yazsam, P bərabərdir. P1 V1 üstəgəl P2 V2 bölünsün V1 üstəgəl V2-dir. Gətirək yerinə qoyaq. P1 18 V1 V'dir. Bu verdi 18V. Üstəgəl. P2 9 V2 8'dir. 8 də 9'un 72. Bu da 72V. Aşağıda isə V üstəgəl 8V'dir. 18 ilə 72'ni topladıq. Bu elədir 90V bölünsün. Deməli 9V cavab olur 10 kilopaskal. B bəndi. Sferanın həcm düsturuna, yəni 3də 4 Pr kubu düsturuna görə birinci sferanın həcmi V-dirsə, ikinci 8V-dir. Sonra da qərarlaşmış təzyiqin düsturu ilə həll elədik və bir şeyə fikir verdiksə, krana çalınan sonra təzyiqi çox olan yerdə təzyiq azaldı. Yəni birinci qabda təzyiq azaldı, ikinci qabda isə təzyiq artdı ki, bunlar bərabərləşdi. 47. Həcmin sabit qiymətində, yəni V bərabərli konstantdır. Bir də bu hansı prosesdir? İzoxor deməkdir. Həmçinin V konstantdırsa, rho da bərabərdir konstantdır, N də bərabərdir konstantdır. Bunlar sabitdir. Verilmiş kütləli ideal qazın temperaturunu 2 dəfə artırdıqda onun təzyiqi. İzoxor prosesdə təzyiqlə temperatur düz mütənasibdir. Bunu əgər unutsanız, Mendeleyev-Kleyperondan da ala bilərsiniz. PV bərabərdir nÜRT-dən. P-ni tapanda P bərabərdir nÜRT bölünsün V-dir. Yəni, P T-dən düz asılıdır. Temperatur 2 dəfə artanda təzyiq də 2 dəfə artar. İzoxorda P ilə T bir-biri ilə düz mütənasibdir. 48.
Hansı prosesdə verilmişdə ideal qaz olan qaba qoşulmuş manometrin göstərişi dəyişməz. Manometr təzyiq ölçür. Ya bizə deyir ki, hansı prosesdə P bərabərdir konstantdır. P-nin konstant olduğu proses adlanır izobar prosesi. Qazın izotermik bunları atdıq. Cavab izobar genişlənmə prosesidir. 49. Verilmiş kütlə ideal qaz bir halına iki halına keçdikdə daxil enerjisi nə qədər artar? Burada izobar qızma prosesidir və burada izobar prosesdə əgər delta U-nu tapsam, delta U bərabərdir 2-də 3 P delta V. Kəmiyyətləri yerinə qoyuram. 2-də 3 yerində P-nin yerinə 10. Kilonu nəzərə almıram, çünki burada kub desimetr var. Yəni 10 üstü mənfi, 10 üstü müsbət üst bir-birini aparır. Delta V-nin yerinə isə 9 çıxılsın 5. Yəni 4 yazıram. Burada 42-yə böldüm. 20, 20-ni 3-ə vuranda 60 çıxır. Məsələn, burada görülən işi tapın desəydi, H-dirik bərabərdir P delta V-dir. Kəmiyyətləri yerinə qoysam, P-nin yerinə 10, delta V-nin yerinə isə 4 qoyuram. Bu da olardı 40. Q-nü tapın desəydi, ikisinin cəmidir. Q bərabərdir delta U üstəgəl H-dirik. Yəni 60 üstəgəl 40, bu da verərdi 100. Prosesin adı isə izobar qızmadır ya da genişlənmə. 50. Sabit təzyiqdə, yəni izobar prosesdə verilmiş kütlə ideal qazın daxil enerjisinin onun sıxlığından asılı qrafiki hansıdır? Daxil enerjinin düsturunu yazanda U bərabərdir 2-də 3 P V. Belə deyə bilərik. Və izobar prosesi olduğuna görə P bərabərdir konstant. P konstantdırsa, həcm artırsa, sıxlıq azalır. Və bu temperaturun da artmağı deməkdir. Yəni daxil enerji sıxlıqdan tərs asılı olacaq C bəndinə görə. Bu sırf izobar proses olduğu üçündür. Çünki izobar prosesdə V ilə T düz mütənasib olduğuna görə temperatur həcm deməli sıxlıqdan tərs asılıdır. Məsələn, temperatur artırsa sıxlıq azalır, amma daxil enerji artır. Çünki daxil enerjinin asılı olduğu əsas kəmiyyət temperaturdur. Buna görə məsələn bu prosesə belə baxsaq, bu proses olar izobar genişlənmə ya da qızma. Burada U'nun yerinə T kimi götürürük. 51. İdeal qaz 15 kilojoule istilik miqdarı verilmiş və bu proses zamanı qazın daxil hissəsi 3 artıbsa onun gördüyü işi hesablayın. Termodinamikanın birinci qanununa görə Q bərabərdir delta U üstəgəl H dirikdir. Və buradan daxil hissəsi 3 artıbsa gördüyü işi tapanda H dirik bərabərdir Q çıxılsın delta U'ya 15 çıxılsın 3 olur 12. 52. Daxili enerji və mütləq temperatur üçün Euler-Venn diaqramında uyğunluğu müəyyən edin. BC-də vahidi əsas vahiddir. Mütləq temperaturundur. Çünki bunun vahidi Kelvindir. Amma bunun vahidi Joule-da əsas deyil. Ona görə 1 getdi bura. Müsbət skalyar fiziki cəmiyyətdə 2 hər ikisinə aiddir. Enerji onsuz da müsbətdir. Mütləq temperatur da hər zaman müsbət olur. İzotermik prosesdə ideal qazın maddə miqdarı ilə düz mütənasibdir. İzotermikdə temperatur sabit qalır. Maddə miqdarı ilə, yəni nü ilə düz mütənasib olan daxili enerjidir. 3 getdi bura. Molekulların xaotik istilik hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür. Bu da temperatura aiddir. Ona görə 4 də getdi bura. Elə temperaturun tərifi odur. 3, 1, 4 və 2 B variantı. 53. Açar sözlərdən uyğun ardıcıqla istifadə edərək mətni tamamlayın. Rəqsdən cismin tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafədir. Bu, rəqsin amplitududur. Tarazlıq vəziyyətinə ixtiyari uzaqlaşdığı məsafədir. Bu da rəqsin yer dəyişməsidir. Yəni, rəqqasın yer dəyişməsidir. Bir rəqs periodu müddətində dalğanın yayıldığı məsafədir. Bu da dalğa uzunluğudur. 5 dalğa uzunluğu dalğanın bir periodda yayıldığı məsafədir. Bir tam rəqsə sərf olunan zamandır rəqsin periodu. Bir saniyədə baş verən rəqslərin sayıdır rəqsin tezliyi. 54. Yaya bağlanmış cisim 0,2 kosinüs 5 qanunu ilə rəqs edir. Tarazlıq vəziyyətindən keçən anda cismin sürətini hesablayın. Yəni bizdən istədiyi Vmax-ın tapılmağıdır. Vmax bərabərdir Xmax vurulsun omeqadır. Xmax-ın yerinə 0,2, omeqanın yerinə 5 pi. Yəni 5 vur 3. Burada 5-i 0,2-yə vuranda verdi 1, bu da oldu 3.
3 metr bölək saniyə. Tarazlıqdan keçdiyinə görə Vmax-ı tapdıq. 55. İstilik mühərrikinin qızdırıcıdan aldığı istilik miqdarı soyucuya verdiyi istilik miqdarından 20 kilojoule çoxdur. Yəni Q1 çıxılsın Q2 bərabərdir 20-dir. Bu da bizə nəyi verir? A' elə gördük. Bu ifadəni tapılır. O da 20-dir. Faydalı şəmsalı 40% olarsa soyucuya verdiyi istilik miqdarını hesablayın. Faydalı şəmsalı 40%-dirsə, yəni bu 20 Q1-in 40%-dir deməkdir. 40%-i 20 olan ədədi tapsaq, yəni faizinə görə ədədin tapılmağıdır və yaxud da düsturla yaza bilərik. A' bərabərdir. Daha doğrusu eta bərabərdir. A' bölünsün Q1 vurulsun 100. Buradan Q1-i tapanda 20 vurulsun 100 bölünsün 40. Oldu 50. Qızdırıcıdan alıb 50, 20 kilojoule iş görübsə, deməli A' daha doğrusu Q2 bərabərdir. Q1 çıxılsın A'. 100-dən 50-dən də 20-sini çıxıram, cavab qalır 30. Soyuducuya verdiyi 30 kilojoule. 56. Hansı qrafik vermişsə ideal qaz üzərində gedən izoxor prosesə uyğundur? İzoxorda V bərabərdir konstantdır. Həmçinin N bərabərdir konstantdır. Həmçinin rho bərabərdir konstantdır. Bu üçü sabitdir və P T ilə düz mütənasibdir. PD-dən düz asılıdır, izoxor proses 1. Məsələn, bu izobardır, bunu götürmürük. Bu izoxor ola bilməz, bu izobar prosesdir yenə. PV-dən tərs asılıdır, izotermikdir. V sabitdir, izoxordur. N sabitdir, izoxordur. Cavab 1, 5, 6. 57. Uyğunluğu müəyyən edin. Şəkildə göstərilən təzyiq vəziyyətdə maye daxilindəki tarazlıqdadır. T1 və T2 sıfırdan fərqlidir. Yəni ipin gərilmə qüvvəsi var. Cismə təsirin ağırlıq qüvvəsi Arximet qüvvəsinə bərabərdir. Bu L cisminə aiddir. Yəni üzən cismə aiddir. Ona görə A getdi burada. Cismə təsirin ağırlıq qüvvəsi Arximet qüvvəsindən böyükdür. Ağırlıq Arximetdən böyükdür. Bu M cisminə aid. Çünki ipin gərilməsi var. Bunu aşağı çəkir mg, yuxarı isə Arximetdən gərilmə var. Əgər ip gərilə bilirsə, deməli T2 mg çıxar Arximeddir. Ağırlıq qüvvəsi Arximet qüvvəsindən böyükdür. M aiddir. B buradadır. Ağırlıq qüvvəsi Arximet qüvvəsindən kiçikdir. Ağırlıq Arximeddən kiçikdir. Bu da K-ya aiddir. Çünki dartılma var yuxarı doğru. C də buradadır. Cismin kütləsi onun sıxışdırıb çıxartdığı mayenin kütləsinə bərabərdir. Cisim üzdükdə üzən cisimə aiddir. Bu suyun səthində də üstə belə olardı, amma burada üzən cisim digəri yoxdur. Deməli, cisim üzdüyü üçün, yəni L cismindən gedir söhbət, onun öz kütləsi sıxışdırıb çıxartdığı mayenin kütləsinə bərabərdir. Yəni D getdi elə. Cismin sıxlığı mayenin sıxlığından çoxdur. Cismin sıxlığı mayenin sıxlığından çoxdur. Bu da M cisminə aiddir. Yəni Y də buradadır. Məsələn, L-də bərabərliyi necə deyə bilərik? Deməli, L üçün bilirəm ki, rho L bərabərdir, rho mayedir. VL də bərabərdir V mayedir. Yəni, öz həcminə bərabər sıxışdırıb çıxarıb. Ona görə L cisminin öz kütləsi ilə sıxışdırıb çıxartdığı mayenin kütləsi ilə eynidir. 1-ə C, 2-yə B-Y, 3-ə isə A, D variantları. 58. Samir uzunluğu 30 sm olan yaydan 600 qram kütləli cisim asaraq bir vəziyyətində saxlayır. Sonra o cismi sərbəst buraxır və bir vəziyyətində hərəkətə başlayır. Bu cisim iki kənar vəziyyətinə çataraq bir anlıq dayanır. Sonra əks istiqamətdə bir vəziyyətə doğru hərəkət edir. Elastik deformasiyaya uğramış bu yayın sərtliyini hesablayın, yayın çəkisi nəzərə alınmır. Deməli, birinci halda bu cisim asılanda buradan bura qədər müəyyən qədər H deyə bilərik biz buna. H hündürlüyü var. Ya da bunu H1 yazım. H1. Yəni cisim başlanğıcda yalnız potensial enerjiyə malikdir. Y potensial 1 bərabərdir. mg H1-dir. Gəlib bu yerə çatanda isə, yəni bura çatanda artıq H2 hündürlüyünə çatır. Yəni H2 hündürlüyündə isə həm yayın potensial enerjisi var, həm də cismin potensial enerjisi var. Bu bunun tam enerjisidir. E tamdır. İkinci halda isə yazıram E tam bərabərdir. mgh2 üstə gəl kx kvadratı bölünsün 2.
İndi H2-yə baxanda H2-ni necə əvəzləyə bilərəm? H2-ni yaza bilərəm. H2 bərabərdir. H1 çıxılsın 30-dan 50-yə gəlib 20 santimetr. Yəni 0,2. Buradan delta x'i tapıram. Delta x bərabərdir. 50 çıxılsın 30, yəni 20 santimetr. Elə şəkildən də fikir verirsinizsə, H2 çıxılsın H1 20 santimetrdir. Çünki 20 santimetr aşağı düşüb. Ya da ki, H2 bərabərdir. H1 çıxılsın 0,2. Gətirib əvəzləsəm, bu tam enerjinin bərabərliyi ilə. Çünki tam enerji dəyişməz. Sürtünmə nəzərə alınmır burada. Tam enerji dəyişmədiyinə görə mg vurulsun H1 bərabərdir. mg H2-ni belə yazıram. mg və burada yazım. mg vurulsun H2-nin yerinə H1 çıxaq 0,2 yazdım. Üstə gəl kx kvadratı bölü 2. Bu bərabərlikdən deməli mg H1 bərabərdir. mg H1 çıxılsın mg vurulsun 0,2 üstə gəl kx kvadratı bölü 2. Ən yaxşısı sol tərəfə ağardım. Elə burada həllini yazım. Deməli, sol tərəfdə daha geniş şəkildə yazım bu 58-ci sualı. 58-ci sualda öncə birinci hal üçün enerjini yazıram. Yəni E tam bərabərdir. Yalnız mg h1'dir. Yalnız cismin potensial enerjisi var. İkinci halda isə E tam bərabərdir. mg h2 üstə gəl kx kvadratı bölünsün 2'dir. Öncə buradan delta x'i tapsam, delta x bərabərdir. Və ifadədə buradan da görürəm ki, 50 çıxılsın 30, yəni 20 santimetr, o da 0,2 metrdir. Bir də bayaq da əlaqələndirmişdim. Burada baxıram H2 bərabərdir. H1 çıxılsın. Burada şəkildən də görürəm ki, H2 bərabərdir. H1 çıxılsın 0,2-dir. Gətirib bunu buradan əvəzləyirəm. Olur mg H1 çıxılsın mg vuraq 0,2 üstəgəl kx kvadratı bölünsün 2. Üstəgəl kx kvadratı bölünsün 2. Tam enerjinin bərabərliyindən bu iki ifadəni bir-birinə bərabərləşdirirəm. Yəni, buradakı mgh1 ilə bu ifadəni bir-birinə bərabərləşdirəcəm. Bərabərləşdirəndə alıram ki, mgh1 bərabərdir. mgh1 çıxılsın 0,2 mg üstə gəl kx kvadratı bölünsün 2. Hər iki tərəfdən mgh1'ləri apardım. 0,2'ni keçirdim bu tərəfə. Buradan alıram 0,2 mg bərabərdir kx kvadratı bölünsün 2'yə. Və buradan k-nı tapsam, çünki bizdən yayın sərtliyini istəyir, k bərabərdir 0,4 mg 0,2-ni vurdum 2-yə bölünsün x kvadratına. Gətirək kəmiyyətləri yerinə qoyaq. 0,4 m 600 qram verib bizə, yəni 0,6 kiloqram. Vurulsun 10 bölünsün x 0,2-dir, kvadratı edir 0,4. Buradan 0,4'ü 0,4'e böləndə 10 qalır. 100'ü də 0,6'ya vuranda cavab olur 60. Yayın sərtliyi 60 Newton bölünsün metrdir. Ya bir dəfə başlanğıcda tam enerjiyə baxdım. Başlanğıcda yalnız cismin potensialı var, mgh1'dir. İkinci halda isə, yəni bu birinci hal, bu da ikinci haldır. Şəkil 1, şəkil 2'dir. İki halında isə həm cismin potensialı var, həm də yayın. İkisi bir-birinə bərabərdir. Yəni tam enerji dəyişmir. Tam enerjinin dəyişməməyindən və H2-nin H1-0,2 olmağını nəzərə alıb k-nı hesablayırıq. 59. Yenə sol tərəfə ağardım. Ən yaxşısı, yəni biraz bu suallar böyük sual olduğuna görə, həm də həllin ətraflı yazmağa çalışıram. Ona görə yer çatmır. Və xatırlatma dedim ki, bu birinci qrup yekunlaşandan sonra dördüncü qrupa aid situasiyanı da izah verəcəm. Yəni video 33 sualdan ibarətdir. Normal qəbulları da bu formada izah edirəm. Deməli, 59. Verilmiş kütləli ideal qazın halının dəyişməsi PN diaqramda təsvir olunmuşdur. Diaqramın AB və BC keçidində
qazın daxili enerjisi necə dəyişdiyini yazın. Deməli, öncə proseslərin adlarını yazaq. 59-cu sualdır bu. 59-da baxıram ki, ABdə PN-dən düz asılıdır. Ona görə AB prosesi izotermik sıxılma prosesidir. Bunu əslində P bərabərdir NKT-yə görə də yaza bilərik. Çünki P bərabərdir NKT-dən T bərabərdir konstant olmalıdır ki, P N-dən düz asılı olsun. P-nin N-dən asılığı düz asılıq verilsin. İzotermik sıxılma prosesi olduğuna görə, yəni izotermik proses olduğuna görə, temperatur sabit olduğuna görə AB prosesində U bərabərdir konstantdır. Yəni AB-də daxili enerji dəyişmir. AB-də U dəyişmir. İndi keçdik BC prosesinə. BC prosesinə baxıram, konsentrasiya sabitdir. Deməli, bu izoxordur. İzoxor, amma təzyiq azaldığına görə temperatur azalır, olur izoxor soyuma. Çünki izoxor prosesdə konsentrasiya sabitdir, həcm sabitdir və təzyiqlə temperatur bir-biri ilə düz mütənasibdir. Elə P bərabərdir NKT-dən də əgər konsentrasiya sabitdirsə, təzyiq azalıbsa, deməli temperatur azalır. Temperatur azalırsa, U bərabərdir 2-də 3 Newton düsturuna görə temperatur azaldığına görə deməli daxili enerji də azalıb. AB prosesində daxili enerji dəyişmədi, çünki izotermik prosesdir, amma digərində isə daxili enerji azaldı. Məsələn, burada U-nun deyək ki, məsələn, həcmdən asılılığını quraq. U-nun həcmdən asılılığında birinci prosesə baxsam, AB prosesin adı nədir? İzotermik sıxılma, daxili enerji sabitdir. A-dan B-yə belə olur. Daxili enerji sabitdir, həcm azalır. BC prosesi izoxordur. İzoxorda həcm sabitdir, amma daxili enerji azalıb, çünki təzyiq azalıb. Qrafik keçid istəsəydi belə keçərdik. 60. Harmonik rəqs edən cismin koordinatın zamanlastıq qrafiki verilmişdir. Bu cismin impulsun x oxuzura proyeksiyasının zamanlastıq qrafikini çəkin. Deməli, 60-cı sualda bunu belə yazacağım. İmpuls rəqsləri x-i pi bölü 2 qədər qabaqlayır. Məsələn, burada x-in tənliyinə yazsam, x bərabərdir x max sinus omega t-dir. Niyə sinusdur? Çünki sıfırdan başlayıb. Və sürəti tapanda bilirəm ki, v bərabərdir x ştrikdir. Bundan bir dəfə törəm almalıyam. Sinusun törəməsi kosinus verir. Müsbət kosinus verir. Ona görə bu mənə verəcək x max vurulsun omega kosinus omega t. Və P də bərabərdir mv olduğuna görə sürət rəqsləri ilə elə impuls rəqsləri eyni cür olur. Kosinus olduğuna görə P-nin T-dən asılığını çəkəndə bu şəkildə bir qrafik çəkəcəyik. Kosinusoid bir qrafik. Və P-max bərabərdir M-V max-dır ya da M vurulsun, X-max vurulsun omegadır. Bura müsbət P-max-dır. Burada mənfi P-max-dır. Periyodda bura düşür. Yenə qeyd edirəm, sürət rəqsləri, koordinat rəqslərini pi bölü 2 qədər qabaqlayır. İmpuls da həmçinin, çünki impulsla sürətin qrafiki eyni cür olur. Və x sıfırdan başlayırsa, yəni sinusdursa, bunun törəməsini alanda kosinus verir, impuls maksdan başlayacaq. Birinci qrupa aid 30 sualı yekunlaşdırdım. İndi dördüncü qrupa aid situasiya sualına baxacağım. Deməli, situasiya sualının birinci hissəsində bu sualın şərti digər sualın eyni şeydir. Samir uzunluğu 30 sm olan yaydan 600 qram kütləli cisim asaraq bir vəziyyətinə saxlayır. Sonra o cismi sərbəst buraxır. Bir vəziyyətinə rəqs çəkdə başlayan bu cisim iki kənar vəziyyətinə çatır və bir anda dayanır. Sonra əks istiqamətdə bir vəziyyətinə doğru hərəkət edir. Yayın çəkisi və havanın müqaviməti nəzərə alınmır. Birinci sual, yəni 88. Cisim bir vəziyyətinə iki vəziyyətinə hərəkət edərkən elastik deformasiya olunan yayın potensial enerjisi və cismin yerə nəzərən potensial enerjisi necə dəyişdiyini yazın. Deməli, yazırıq ki, bu 88-in cavabıdır. Birdən 2-yə doğru gəldikcə cismin yerdən olan hündürlüyü azaldığı üçün
cismin potansiyalı azalır. Potansiyel enerjisi azalır. Çünkü cismin potansiyel enerji düsturunu bilirsiniz. Y potansiyel beraberdir. MGH'dır. Eğer hündürlüğü azalırsa, yani yerde olan hündürlüğü azalır. Mesela burada birinci halda yerde olan hündürlük bu qədərdir. Buna H1 deyirəm. İkinci halda yerde olan hündürlük bu qədərdir. Buna H2 deyirəm. Hündürlük azaldığına görə cismin potansiyel enerjisi azalır. Deformasiya artdığına görə, deformasiya nəticəsində mütləq uzanma delta L artdığına görə Y potansiyel bərabərdir K delta L'in kvadratı bölü 2 düsturuna görə yayın potansiyel enerjisi artır. Deməli, bir vəziyyətdən iki vəziyyətə gələndə cismin yerdə olan hündürlüyü azaldığına görə cismin potansiyel enerjisi azalır. Amma deformasiya artdığına görə, yəni mütləq uzanma artdığına görə yayın potansiyel enerjisi isə artır. 90. Yayın sərtliyini hesablayın. Daha doğrusu 89. 89-cu sual əslində birinci qrup sualı ilə eyni şeydir. Amma burada yenə həllin əlavə olaraq yazacağım. Birinci halda cismin tam enerjisini yazsam, yalnız potansiyel enerjisi var. Yəni Y tam bərabərdir. Y potansiyel 1'dir. O da bərabərdir mg h1'ə. İkinci halda isə Y tam bərabərdir. mg h2 üstə gəl k delta L'in kvadratı bölünsün 2. H2'ni də burada baxıram ki, H2 bərabərdir. H1 çıxılsın 0,2. Bunu hardan tapdım? Yəni 50 çıxılsın 30 verdi 20 santimetr. O da 0,2 metr. Gətirib bu əvəzləməni eləyəndə bunu belə yazırdıq. MGH1 çıxılsın 0,2 mg üstə gəl k delta x'in kvadratı ya da delta l'in kvadratı bölü 2. Yenə tamları bir-birinə bərabərləşdirsəm, yəni yuxarıdakı düsturla buradakını bərabərləşdirəndə belə bir şey alınır. MGH1 bərabərdir. MGH1 çıxılsın 0,2 mg üstə gəl k delta L'in kvadratı bölü 2. MG'lər buradan getdi. 0,2 mg'ni 0,2'ni keçirəm bir tərəfə. Buradan alıram 0,2 mg bərabərdir k delta L'in kvadratı bölü 2 və buradan k'nı tapanda 4 0,4 mg bölünsün delta L'in kvadratı. Deməli 0,4 vurulsun kütlə 600 qram 0,6 vurulsun 10 bölünsün delta L 0,2'dir kvadratı da 0,4. Cavab oldu 60. Yayın sərtliyi 60'dır. Enerjinin saxlanma qanunu tətbiq elədik. 90. Elastik deformasiya olan yayın potansiyel enerjisinin onun uzanmasına asılı qrafikini çəkin. Bu qrafikdə yayın maksimal uzanmasını və uzanmaya uyğun yayın potansiyel enerjisinin qiymətini tapın. Öncə delta x ya da delta L desək, bu 50 çıxılsın 30 cavab oldu 20 santimetr, yəni 0,2 metr. Və Y potansiyel yayı tapanda K delta L'in kvadratı bölünsün 2'dir. K'nın yerinə 60, delta L də 0,2'dir kvadratı 0,4 bölünsün 2. 60'ı 0,4'e vuranda daha doğrusu 6'nı 0,4'e vuranda burada 0'ın birini apardım. 6 vurulsun 0,4 cavab oldu 2,4. 2'ye böləndə 1,2. Və Y potansiyel bərabərdir. K delta L'in kvadratı bölü 2'dir. Yəni kvadratik aslıdır. Ona görə yayın potansiyel enerjisini delta L'dən mütləq uzanmadan burada verilmiş yaydı. K konusu. Mütləq uzanmadan aslığı bu şəkildədir. Delta L maksimum olur 0,2. 0,2'ye uyğun potansiyel enerji isə 1,2. Qrafik belədir. Üzərində qiymətləri qeyd eləməklə qrafik qurmaq lazım. Çünki özü deyir ki, həmin nöqtəyə uyğun qiymətlərini də qeyd edin. Beləcə 4-cü qrupa aid situasiya suallarını da yekunlaşdırdım. Sınağa gedənlərə bir məsləhətim də situasiya və yazılı tipli sualları ətraflı şəkildə yazın. Situasiyanı yazarkən, məsələn, fikir verdiniz, mən 89-da aldığım sərtliyin qiymətin, yəni 60'ı 90'da istifadə elədim. Çünki 4-cü qruplarda belə bir şey situasiya olduğuna görə birindən alınan cavab digərində istifadə olunur.
Burada baxın, nəzərə alın ki, hər tapşırıqda alınan nəticə situasiya ilə bağlı növbəti tapşırıqda istifadə oluna bilər. Mütləq olunur demir, amma oluna bilər. Məsələn, burada biz sərtliyi tapdıq 89-da, gətirdik 90-da istifadə elədik. Və yaxud 88-də enerjinin necə dəyişdiyini yazdıq. Gətirdik bunu 89-da istifadə elədik K-nı tapmaq üçün. Beləcə, yenə də hər birinizə uğurlar arz edirəm. Sağ olun, növbəti videolarda görüşənə qədər.